Meydandakı məğlubiyyətdən çox biabırçılıq bilirsiniz nədə idi? Yəni mən 90 dəqiqə ekran başından ancaq İngilis azarkeşlərin səsini eşitdim. Yəni tribunada cəmi 2000 İngilis azarkeş var idi maksimum. 28 min Azərbaycanlı azarkeşlər var idi. Yəni bəli, içində aktiv olanları var, İmarət azarkeş qrupu var, Ordu azarkeş qrupu var, 90 dəqiqə aktiv dəstək olurlar. Amma bəs 28 min azarkeş qrupu. Yəni biz azarkeşlərimizi də qınamıram. Yəni ki biz hansı pəncərədən baxsaq, hansı tərəfdən yanaşsaq geri qalırıq. Yəni meydanda Qarabağ 2-6-4 top fərqi ilə uduzdursa, biz tribunada 0-20 uduzduq. Yəni 90 dəqiqə top Newcastle-da olanda da Newcastle azarkeşlərin, İngilis azarkeşlərin səsi gəlirdi. Nə bilim Qarabağ qol vuranda da İngilis azarkeşlərin səsi gəlirdi. Bəs bunun adını nə qoyaq? Yaxşı, bunun izahını nə qoyaq? Ancaq meydandakı mübarizəyə fokuslanırıq. Ancaq Qurban Qurbanov, Qarabağ, Qurban Qurbanov, Qarabağ. Bəs digər, yəni Azərbaycan futbolu təkcə Qarabağdan ibarət deyil axı. Azərbaycan futbolu təkcə Qurban Qurbanovdan ibarət deyil axı. Azərbaycan futbolu həm də artıq avqust ayından, sentyabr ayından Avrokuboklarda mübarizəni bitirib gələn Sabahından ibarətdir. Araz Naxçıvanından ibarətdir. Avrokuboklara heç vəsiqə qazanmağı belə bacarmayan Neftçidən ibarətdir. Büdcələri bugün Neftçinin büdcəsi aşağı-yuxarı Qarabağın büdcəsi ilə eynidir. Və bu klublar nə işə baxır? Qarabağ bugün artıq fevral ayında Çempionlar Liqasında çıxış edir. Bu bilirsiniz nə deməkdir? Digər klublarımız amma artıq avqustdan, sentyabrdan mübarizəni dayandırıb gəliblər. Hətta mübarizəyə qoşulmayanları var. Olsun Zirəsi, Zirənin özü də Avrokuboklarda birinci mərhələdən qayıtdı gəldi. Yəni Xorvatiyanın 3-cü, 4-cü komandaları ilə, lap çempionu ilə mübarizə aparanda adını qoyuruq rəqib güclü idi. Amma İngiltərə nəhəngi ilə, İngiltərənin nə bilim 10-cu yerdə gedən komandası ilə, lap olsun Liverpoolu ilə Qarabağdan gözləyirik ki, nəsə fantastik bir şeylər etsin, məğlubiyyəti. Valla biabırçılıq deyil, hətta 0-10 belə İngilis klubuna biabırçılıq deyil bir Azərbaycan klubunun. Biz bu reallıqları unutmamalıyıq.